Salam dəyərli izləyicilər. Bugün, yəni 6 aprel 2025-ci il tarixli güvən sınağı keçirilmişdi. 3-cü qrup 10-cu sinifin tarix suallarının izahına başlayaq. Yaxınlaşdıraq. Səbəb-nəticə əlaqəsinin doğru verildiyi bəndi müəyyən edin. Oğuz və Peçeneglərin Səlcuqların tərəfinə keçməsi, Dəndənəkan döyüşündə Qəznəlilərin məğlub edilməsi. Bu Dəndənəkan döyüşünə aid deyil, Malazgirt döyüşünə aiddir. Səlcuqlar Bizansı məğlubiyyətə uğratmışdı. Jaklar üsyanının baş verilməsi, Parisdə protestantlara qarşı kütləvi qətliamların törədilməsi 1572-ci ildə baş verib. Bu Varfolomey gecəsi hadisəsidir. Bu da reformasiyaya qarşı idi, Jaklara qarşı deyildi. Fernando Magellanın ilk dünya səyahətinə çıxması, Hindistana dəniz yolunun kəşf edilməsi. Fernando Magellan yox, Vasco da Gama 1498-ci ildə dəniz səyahətini Hindistana dəniz yolunu kəşf etmişdi. Katolik kilsəsinin Wormsda toplantı keçirilməsi, xaçlı yürüşlərin başlanmasının qərara alınması. Bu 1521-ci il Worms qurultayında Martin Lutherə aid qarşı keçirilmiş bir məhkəmə idi, reformasiyanın qarşısını almaqdan ötürü. Qızıl Ordu dövlətinin parçalanması, Qazan Həştərxan xanlıqlarının yaranması, söhbət 15-ci əsrdən gedir. Doğru cavab E olacaq. 32 növbəti sual. Göstərilənlərin aid olduğu dövləti müəyyən edin. Müqəddəs Roma imperiyasının tərkibinə daxil olmuşdu. 19-cu yüzilliyə qədər siyasi dağınıqlıq hökm sürmüşdü. Söhbət Almaniya torpaqlarından gedir. Almaniyada bu iki ərazisində yerləşir. Doğru cavab B olacaq. 1. İspaniya, 3. Fransa, 5. Böyük Britaniya, İngiltərə, 4. Osmanlı torpaqlarıdır. 33. Albaniyaya qayıtdıqdan sonra Cavanşirin həyata keçirdiyi ilk tədbir, bir dənə bunun cavabı var. Sasani feodallarına qarşı uğurlu mübarizə aparması. Feodallar ölkəyə soxulub qarətçiliklə məşğul olurdu. Cavanşir onlarla mübarizədə qalib gəlmişdi. Doğru cavab D-ni götürəcəyik. Digər variantlar niyə olmaz? Xəlifə müavini ilə diplomatik danışıqlar aparması 667-70-ci illərdədir. Aquenda kilsə məclisinin çağırılması bu 488 3-cü Mömin Vaçaqana aiddir. Xəzər xaqanı ilə qohumluq əlaqəsinin qurulması bir qədər sonra olub. 664-də məğlub olandan sonra Kadisiya döyüşündə ərəblərə qarşı vuruşması hələ bu 636-cı ildədir. Sasani qoşunların tərkibində birlikdə ərəblərə qarşı vuruşurdu. Söhbət bu Kadisiya Ktesifon döyüşündən qayıtdıqdan sonradan gedir. O da D-ni götürəcəyik. Növbəti 34-cü sual. Məntiqi ardıcılığı tamamlayın. Xubilay xanın paytaxtı Qaraqorumdan Pekinə köçürülməsi. Ulusların Böyük xan ilə əlaqələrin zəifləməsi, daha sonra isə 14-cü əsrin əvvəllərində artıq Monqolların Böyük Monqol xaqanlığının süqutu, yəni dağılması rəsmiləşir. Söhbət Monqol imperiyası müstəqil dövlətlərə parçalanmasından gedir. Doğru cavab C olacaq. Gürcü nəslindən olan xanların hakimiyyətinin başa çatması bu 1359-dur. Artıq həmin ildə Qızıl Ordu dövləti idi. Qızıl Ordu dövlətinə aiddir. Batı xanın yürüşlərini dayandırmağa məcbur olması. Batı xanın yürüşlərinin dayandırması Böyük Monqol xaqanının ölümündən sonra olmuşdu. 13-cü əsrin 40-cı illərində. Hələ onda heç Xubilay hakimiyyətə gəlməmişdi. Sərbədarilərin Qaraqorumda üsyana qalxması. Qaraqorumda Sərbədarilər ümumiyyətlə üsyana qalxmayıb. Səmərqənddə, o da 1365-66-cı illərdədir. Artıq o vaxtda Böyük Monqol dövləti yox idi. Monqolların Kalka döyüşündə məğlubiyyətə uğraması 1223-cü ildədir bu hadisə. Hələ Xubilayın hakimiyyəti gəlməyibdi. Çingiz xanın dövründə Rus və Qıpçaqlar məğlubiyyətə uğradılmışdı. Keçək növbəti suala. 34-ə baxdıq. 35 gələcək. Qızıl Arslanın Şirvana hücum etməkdən məqsədi. Qızıl Arslanın Şirvana hücum etməkdən bir dənə bunun net cavabı var. O da Şirvanşah 1-ci Akslanın müstəqilliyə meyl etməsi, müstəqil siyasət etməyə çalışması Qızıl Arslanı yenidən Şirvana hücum etməyə məcbur etmişdi. Doğru cavab burada E olacaq. Digər cavablar isə məncə oxumağa ehtiyac yoxdur, çünki hamısı absurddur.
Növbəti 36-cı sual. Eyler-Venn diaqramı. Urmiya bizdən soruşur, uyğunluğu müəyyən edin. Urmiya, Təbriz, İrəvan xanlığı. Çuxursəd Bəylərbəyinin ərazisində 2 dənə xanlıq olub. Biri İrəvandır, o birisi isə Naxçıvan xanlığı olubdur. Bura A gedəcək. Əmiraslan xan tərəfinə əsası qoyulub Təbriz xanlığı. 3-cü Sami Mirzə üsyanını yatırır. Əfşar tayfasından olan xan tərəfindən idarə olunması. Baxırıq, hamısında əfşarlar olubdur. Urmiyada Fətəli xan əfşar, Təbrizdə Əmiraslan xan əfşar, İrəvanda da Mir Mehdi xan əfşar. Deməli, hamısına aid olacaq C. Hacı Çələbi xan hücumuna məruz qalması. Hacı Çələbi xan Təbrizə hücum edibdir. Elə dövlət təzə Nadir Şah öləndən dərhal sonra. Deməli, D gedəcək bura. Sonra Qaraçəmən döyüşündə iştirak etməsi 1761-ci ildə Urmiya zəndlərə məğlub olmuşdu. Bu da Y də Urmiyaya aid olacaq. Qaraçəmən döyüşü. 1-ə Y, 2-yə B, D, 3-ə A, 4-ə C. Cavab A olacaq. Burjuaziya adlanır. Anglikan kilsəsinin katolik ehkamlarından təmizlənməsini istəyənlər. Bunlar İngiltərədə Puritanlar idi. Puritanlar adlanırdı. Günahların bağışlanması haqqında Papanın fərmanı indulgensiya idi. İndulgensiya. Başqa bir dövlət tərəfindən idarə olunan asılı ərazi müstəmləkə və yaxud metropoliya gedir. Artıq yazmıram. Muzlu əməyi istifadə etməklə qazanc əldə edən hakim sinif. Bəli, indi bunlara sahibkarlar deyilir, kapitalistlər deyilir. Tarixdə isə əvvəlcə burjuaziya adlanırdı. Doğru cavab D. Bazarla əlaqəsi olmayan feodal təsərrüfatı. Bu natural təsərrüfatdır, aid olmayacaq. Əsr Şirin sülhünün imzalanmasından sonra Nadirin özünü şah elan etməsindən əvvəl baş vermişdi. Yəni söhbət deyir ki, 1639-cu ildən 1736-cı illər arasında baş vermiş hadisə. İsfahanın Səfəvilər dövlətinin paytaxtına çevrilməsi 1598 1-ci Abbas görük düşmür. 1-ci Pyotrun Azərbaycana yürüş etməsi 1722. Bəli, doğru cavab B olacaq. Azərbaycanda ilk müstəqil xanlığın əsası qoyulub 1743 Şəki xanlığı. 1-ci Sami Mirzə üsyanının baş verməsi bu da 1743-dür. Düşmür. Səfəvilərin Hörmüzü Portuqallardan azad etməsi 1622-ci tərəfin köməkliyi ilə bu da düşmür. Keçirik 39-a. Uyğunluğu gözlənilmişdir. İspaniyadan qovulan yəhudilərə sığınacaq vermişdir. Sultan II. Bəyazid doğrudur. Reconquista hərəkatında qovulmuşdular yəhudilər İspaniyadan. Şimal müharibəsi qələbəsi ilə nəticələndi. İsveçin yox, Rusiyanın olmalıdır. Ona görə səhvdir. İngiltərədə Respublikanın elan olunması ilə başa çatdı şanlı inqilab. Respublika, şanlı inqilab 1688-dədir. Respublika isə 1649-da elan edilmişdir. Ona görə səhvdir. 18-ci əsrdə ABŞ-də qanunverici hakimiyyət orqanı məxsus idi Konqresə. Bəli, doğrudur. Konqres orada qanunverici orqan. 1-4 cavab Y. Xəritə sualı bizdən soruşur. İngiltərə və İngiltərə nədir? Şəki və Qarabağ bizdən xanlıqlara aid oxşar xüsusiyyət. Həm Şəkiyə aid olsun. Biz bunu belə deyək. Həm Şəkiyə həm də Qarabağa aid olan oxşarlığı tapacaq. Quba xanlığı ilə mübarizə aparılması. Quba xanlığı ilə bəli, Quba xanlığına qarşı Şəki, Qarabağ, keçmiş Şamaxı xanları və hətta Gürcülər də birlikdə mübarizə aparıblar. Biri oxşar götürəcək. Ancaq uğursuzluqla nəticələnmişdi onların ittifaqı. Qazax Borçalı Şəmşəddinin Gürcülərin tabeliyindən xilas edilməsi. Bu Şəkiyə aid götürülür Hacı Çələbinin dövründə, amma Qarabağda belə bir şey olmayıb. Fətəli xan Əfşardan asılılığın qəbul edilməsi.
Urmiya xanı Fətəli xan 1759-cu ildə Qarabağı tabe edir, ardınca Şəki və İrəvanı da tabe etmişdi. Doğru cavab götürəcək ikisinə də aiddir. Şamaxı xanlığının bölüşdürülməsi Şamaxı, Şəki ilə Quba arasında olubdu. Qarabağ yox. Cavab 1-3 B bəndi. Göstərilənlər aiddir. Hülakülər dövlətində baş vəzir olmuşdu. Söhbət Fəzlullah Rəşidəddin'dən gedir. Təbriz şəhərində mədrəsə təşkil etmişdi. Cami Ət-Təvarix əsərini yazmışdı. Doğru cavab bu olacaq. Böyük Karl'dan fərqli olaraq birinci Ottonu soruşur. Karl'da olmasın. İtaliyanın şimalını ələ keçirmişdi. Hər ikisinə aiddir. Poitiers döyüşündə qələbə qazanmışdı. Heç birinə aid deyil. Karl Martelə aiddir. Poitiers döyüşündə qələbə 732. Roma papası tərəfindən imperator elan edilmişdi. Bu da hər ikisinə aiddir. Yeni dövlətin əsasını qoymuşdu. Söhbət burada 1-ci Ottodan gedir. 962-ci ildə müqəddəs Roma imperiyasının əsasını qoymuşdur. Ona görə 962-ci ildə. Böyük Karl isə öz dövlətində sadəcə imperator olmuşdu. Əslində 1-ci Otto da əvvəl Almaniya kralı idi. Sadəcə kitabda verilir ki, sonradan müqəddəs Roma adlanan yeni bir dövlətin əsasını qoymuşdur. Verden şəhərində müqavilə imzalanmışdır. Bu heç birinə aid deyil. Böyük Karlın nəvələri arasında 843-cü ildə imzalanmışdı. Bununla da Frank imperiyası parçalanmışdı. 43-ə keçəcəyik. 43 axtaraq. Burada. Mezolit dövründə ibtidai cəmiyyətin həyatında baş vermiş yeniliklərdəndir. Xüsusi ibadət evləri erkən tunc dövrünə aiddir. Quruçay mədəniyyəti alt paleolit dövrünə, ox və kaman ixtirası mezolit dövrü, axirət dünyasının İnamın yaranmağa başlanması orta paleolit dövrü, sənətkarlığın müstəqil sahəyə çevrilməsi artıq ikinci ictimai əmək bölgüsü orta tunc dövrü. Keçək. 44. Klasteri tamamlayın. Hülakü xan mərkəzləşdirilmiş dövlətin yaradılması. Yerli feodalların sıxışdırılması. Bəli, yerli feodallar sıxışdırılır. Onların torpaqları əllərindən alınırdı. Köçmə Monqol feodallarına verilirdi. Monqolların Azərbaycana ikinci yürüşünə başçılıq etməsi. İkinci yox, üçüncü yürüşə başçılıq edibdi. Abbasilər xilafətinin süquta uğradılması 1258-də aiddir. Qızıl Ordu xanlığı ilə mübarizə aparılması ilk, bəli, onun dövründən başlayaraq Qızıl Ordunun hücumuna məruz qalmışdı. Hülakülər dövləti. Köçəri feodalların qüdrətinin sarsıdılması əksinə dediyimiz kimi köçəri Monqol əyanlarını dəstəkləyirdi. Deməli 1, 3, 4 doğru cavab olacaq B bəndi. 45-ci sual. Perikl və Qay qrafının islahatları nəticəsində yoxsullara taxıl yardımı edildi. Doğrudur, hər ikisinə götürəcəyik. Xalq yığıncağı ali hakimiyyət orqanına çevrildi. Hər ikisində də ali hakimiyyət orqanı idi onsuz da. Yəni onların islahatları nəticəsində olmamışdı. Əvvəldən elə idi. Taxıl və digər zəruri ərzaq məhsullarının ixracı qadağan olundu. Heç birinə aid deyil. Solon islahatlarına aiddir. Qulların öz əməklərinə maraqları azaldı. Bunların dövründə olmayıbdı. Romada ümumiyyətlə quldarlığın böhranı 2-ci, 3-cü əsrləri götürüləcək. Yoxsulların dövlət vəzifələrində çalışa bilmələri üçün əmək haqqı verildi. Yoxsullar dövlət vəzifələrində çalışa bilmələri üçün. Bu təkcə Periklə aid olacaq. Qay qrafda belə bir hadisə olmayıbdı. 46-cı sual. (1496-cı ildə Həsən Padşahın nəvəsi Göydəy Əhməd Naxçıvan döyüşündə Rüstəmi məğlub etdi. Təbrizə daxil olub taxta çıxdı. O hərbi əyanların müqavimətini qırmağa, Aran müharibəsinə son qoyub, Bayandurlu dövlətini möhkəmləndirməyə cəhd göstərdi. İqtisadi vəziyyəti qaydaya salmaq üçün bir sıra islahatlar keçirdi. 20-yə qədər vergini ləğv etdi. Göydəy Əhmədin mətndə bəhs olunan siyasəti səbəb oldu. Ölkədə uzun müddət siyasi sabitliyin bərqərar olmasına xeyr, biz görürük ki, dövlət daha da zəifləyir, parçalanır. Mərkəzləşdirilmiş dövlətin formalaşmasına bu da
müsbət hadisə olmayıb, mənfi hadisə olubdur. Sənətkarlardan alınan tamğa vergisinin ləğvi bu 1565-ci ildə Səfəvilərdə birinci təhmasibə düşür. Bayandurlu sülaləsinin hakimiyyətinin güclənməsi. Xeyr, güclənmir, zəifləyir. Hərbi köçmə əyanlarının qiyamlarının baş verməsinə, bəli, elə o qiyamlar nəticəsində də taxtdan salınmışdır. 46 dedik, keçək 47. İki dövlət arasında manevr etməklə müstəqilliyini qorumağa çalışan hökmdarları müəyyən edin. Özbək xan, bu iki dənə özbək tanıyırıq tarixdən, bir Qızıl Ordu, bir də Atabəylər dövlətində belə bir hadisə də olmayıb onların vaxtında. Hüşəng, Azza heç birine aid deyil. Əbləsvar Şavurda da olmayıbdır. Oroyus, Hülakü xanda da olmayıb. Artabaz götürə bilərik, bəli, nəyə görə? Çünki əvvəlcə Parfiya ilə ittifaqa girmişdi Romaya qarşı. Daha sonra Parfiya təhlükə olanda isə Roma ilə ittifaqa girir. Cavanşirdə də götürə bilərik. Bəli, nəyə görə? Əvvəlcə ərəblərə qarşı Bizansla ittifaqa girir. Daha sonra isə Bizansın müttəfiq kimi öz öhdəliyini yerinə yetirmədiyini görəndə ərəblərlə yaxınlaşır və onlardan asılığı qəbul edir. Həmçinin Şirvanşah 1-ci İbrahimdə də eyni hadisə olur. Qızıl Orduya qarşı neyniyir? Əmir Teymurla ittifaqa girmişdi, ondan asılılığı qəbul etmişdi. Doğru cavab olaraq C-ni götürəcəyik. İkinci Vati, Sultan Əhməd, artıq bunları bilirik ki, olmayacaq. Əbülhicə, Babək, Astiaq, Babək heç hökmdar olmayıbdı. Astiaq, bunlarda da belə bir şey olmayıb. Doğru cavab C. Urartu dövlətinin Mannada yürütdüyü xarici siyasəti üçün xarakterikdir. Neyniydi Urartu? Mannada daxili işlərinə qarışaraq daha çox onu zəiflətməyə, parçalamağa çalışırdı. Baxaq, Manna dövləti ilə mübarizədə skitlərlə birləşməyib, belə bir şey olmayıb. Aşerin hakimiyyətdən salınması, artıq Urartu vaxtı zəifləmişdi, Aşerin vaxtında müdaxilə edə bilmirdi Mannaya. Manna torpaqlarının 2-ci Sarqonun hücumundan müdafiə edilməsi. Xeyr, 2-ci Sarqon Mannanı Urartu hücumlarından müdafiə etməyə çalışırdı. Vilayət hakimlərinin Manna hökmdarı əleyhinə qaldırılması, bəli, bunu götürə bilərik. Şuandaq və Durduqqa şəhərlərində baş vermiş üsyanların yatırılması, xeyr, yəni Şuandaq və Durduqqada üsyanları 2-ci Sarqon Asur hökmdarı yatırmışdı. Cavab D. Sasani Şahı 1-ci Xosrov və Elxani Qazan xanın torpaq islahatına əsasən kəndlərin bir yerdən başqa yerə köçməsi qadağan edildi. Bu Qazan xana aiddir. Sahibsiz torpaqlar hərbçilərə paylandı. Bəli, hər ikisində də bu baş vermişdi. Əkilməyən torpaqdan xərac alınması dayandırıldı. Bu Xəlifə Əlinin hakimiyyəti dövründə də heç birinə aid deyil. Vergi toplanması mərkəzi divana həvalə olundu. Bu təkcə Qazanxana aiddir. Xostaq adlanan şərti torpaqlar meydana gəldi. Bu da 1-ci Xosrova aiddir. Elxani Qazanxanda isə iqta torpaqları idi. Cavab B. Xəritə sualı. Xəritədə paytaxtları rəqəmlərlə işarələnmiş dövlətlərə aid uyğunluğu müəyyən edin. 1 Təbrizdir, 1 Təbriz, 2 Naxçıvan, 3 Şamaxı. Biz buradan nətər eləyək ki, hamısını tam görək. Belə eləyə bilərik. 1 Təbriz, 2 Naxçıvan, 3 də Şamaxı. Herat müqaviləsinin imzalanması 1459-cu ildə Cahanşah aiddir. Qaraqoyunlu dövlətin paytaxtı Təbriz olubdur. Ona görə 1-ə götürə bilərik A-nı. Gürcü Çarı 4-cü Davidin hücumuna məruz qalıb Şirvanşahlar dövləti paytaxtı Şamaxı idi. Şirvanşahların deməli 3-ə də B-ni götürə bilərik. Şəmsəddin Eldəniz tərəfindən yeni dövlətin yaradılması. Söhbət Naxçıvandan gedir. Yeni dövlətin yaradılması. 2-yə C-ni götürə bilərik. Kəsranilər sülaləsinin hökmranlıq etməsi. Kəsranilər sülaləsi Şirvanşahlarda hökmdarlıq edibdir. D gedir 3-ə. Teymurilərin Azərbaycan torpaqlarındakı hakimiyyətinə son qoyulması. Teymurilər hakimiyyətinə son qoyulub
heç bir Qara Yusif tərəfindən son qoyulub 1408-ci il Sərvurud döyüşündə, ancaq bu zaman Teymurilər yəni Qaraqoyunlu dövləti deyildi. Ona görə də götürə bilməyəcəyik. Yəni yeni Təbrizə Qaraqoyunlular dövlətinə aid edə bilməyəcəyik. Deməli 1-ə A, 2-yə C, 3-ə B-dir. Doğru cavab A bəndi olacaq. Qaraqoyunlu dövləti 1410-cu ildə yaranmışdı ona görə. Belə çaşdırıcı suallar həmişə olur. Diqqətli olmaq lazımdır. Fikir versəydiniz, B-də də çox yaxın variantlar verilmişdi. Sxemdə verilənlərə əsasən birinci Pyotrun islahatlarının aid olduğu sahəni müəyyən edin. Birinci Pyotrun islahatlarının aid olduğu sahəni. Rekrut mükəlləfiyyətinin tətbiq edilməsi bu hərbi islahata aiddir. Bunu rekrut hər 20 kəndli həyətdən bir nəfərin əskərə çağırılması idi. Metallurgiya manufakturalarının tikilməsi. Manufaktura nəyə görə tikilirdi? Çünki ordu üçün odlu silahların istehsal edilməsi bu da hərbi islahata aid olacaq. 52-ci sual. 11-ci əsrin 40-cı illərində Şəddadilər dövlətinin tarixi üçün səciyyəvidir. Ağla 1048-ci il gəlir, həmin vaxtda da Səlcuqlarla birlikdə Bizans qoşunlarının məğlubiyyətə uğradılması götürülə bilər. Digər variantlara oxumağa ehtiyac yoxdur, çünki heç biri uyğun gəlməyəcək, absurddur. 53-cü suala baxırıq. Xronoloji ardıcılığı müəyyən edin. Sultan II Mehmedin Konstantinopolu ələ keçirməsi 1453. Uyğur xaqanlığının meydana gəlməsi 2-ci Göytürk dövlətinin süqutundan sonra 744. Təbərriyə gölü yaxınlığında xaçların məğlubiyyətə uğradılması 1187. Kürşadın başçılığı ilə üsyan 639. Baxırıq. 4, 2, 1, 3. 4, 2, 3, 1. 4, 2, 3, 1. Növbəti sual. Şirvanşah 1-ci İbrahimin Əmir Teymurla yaxınlaşmağa üstünlük verməsinin səbəbləri. Teymuri dövlətinin Şirvan ərazisindən daha uzaq məsafədə yerləşməsi, bəli, bu var idi. Şirvanşahlar dövlətinin şimal sərhədlərinin mühafizəsini Teymurilərin rəhbərlik etməsi. Teymur əksinə Şirvanşah İbrahimə tapşırır, özünə tabe etdikdən sonra. 1-ci İbrahimin Əmir Teymurun köməyi ilə Qaraqoyunluların tabeliyindən xilas olmağa çalışması. Hələ heç İbrahim Qaraqoyunluların tabeliyinə düşməmişdir. Belə ki, 1412-ci ildə Əmir Teymur öləndən sonra düşmüşdür. Əmir Teymurdan İbrahimin asılığı qəbul etməsi isə 1386-cı ildir. Yəni bu səbəb deyil, ola bilməz. Teymurilərin tutduğu ərazilərdə möhkəmlənmək ehtimalının az olması, bu da digər səbəb olacaq. 1-4. 55-ə baxacağıq. İngiltərədə Stuartlar sülaləsinin birinci dövrü üçün xarakterikdir. Yəni 1603-dən 1649-da 1-ci Charles'ın edam edilməsi, respublika qurulmasına qədərki dövrü soruşur bizdən. Uzun müddətli parlamentin fəaliyyət göstərməsi 1640-53-dür. 13 il fəaliyyət göstəribdir. Bu da görürsünüz ki, bir müddət düşür Stuartların dövrünə. Anglikan kilsəsinin meydana gəlməsi bu 16-cı əsrdir. 16-cı əsrdə 8-ci Henrikin hakimiyyəti dövründə baş vermişdi. Yəni düşməyəcək bu. Şimali Amerikada ilk İngilis koloniyasının qurulması 1607 Jamestown koloniyasıdır. Bu düşəcək. Oliver Cromwell'in özünü Lord Protector elan etməsi 1653-cü ildə Lord Protectorluq dövrü düşmür. Cavab 1 və 3. 56-cı sual. Baharlı, Bayandurlu Səfəvilərin fəaliyyəti üçün ümumi cəhət. Dövlət soruşmur, bu nəsli soruşur. Teymurilərə qarşı mübarizə aparılması. Baharlılar aparıbmı? Bəli, aparıb. Cahanşah 1460-cı ildə Teymurilərlə
savaşmışdı. Üzr istəyirəm. O hadisə yox. Baharlılarda Qara Yusif. 1460-cı ildə Baharlılar Səfəvilərlə mübarizə aparmışdı. Deməli, Qara Yusif Teymurilərlə mübarizə aparmışdı. Ondan əvvəl də Qara Məhəmməd də aparmışdı. Deməli, Qara Yusifin dövründə hətta Qara İskəndəri də götürə bilərik Cahanşahda. Cahanşah 1458-ci ildə Teymurilərin paytaxtı Heratı tutmuşdu. Onu qeyd edə bilərik burada 1458. Bayandurlular Teymurilərə qarşı mübarizə aparıb. Bəli, Uzun Həsən 1467-də, 68-də Qaraqoyunlu dövlətinə son qoyduqdan sonra Teymuri Şahruxun hücumuna məruz qalmışdı. Daha doğrusu Əbu Səidin hücumuna məruz qalmışdı və onu məğlubiyyətə uğratmışdı. 1468-də, 68-69-da Muğamda məğlubiyyətə uğratmışdı. Səfəvilərin Teymurilərlə mübarizəsi isə hansı hadisələri götürə bilərik? Səfəvilər Bayandurlularla bu döyüşdə 1468-də Əbu Səidlə döyüşdə ittifaqa girmişdilər. Bir də 1405-ci ildə, onu da qeyd edə bilərik, 1405-ci ildə Şirvanşah İbrahimə kömək etmişdilər və Kür çayı sahilində döyüşdə Mirzə Öməri məğlubiyyətə uğratmışlar. Deməli, biri götürə bilərik hər üçü üçün ümumi cəhətdir. Avropa dövlətlərindən odlu silah əldə edilməsi Baharlılarda olmayıbdır. Bayandurlu Səfəvilər cəhd göstəriblər, almağa çalışıblar, ancaq baş tutmayıbdır. Cəlairi qoşunlarının məğlubiyyətə uğradılması. Cəlariləri məğlub edən Baharlılar var. Bayandurlu və Səfəvilərdə isə bu yoxdur. Osmanlılarla dostluq münasibətlərinin saxlanılması. Qara Yusif, Cahanşah saxlayıb Osmanlılarla dostluq münasibəti. Bayandurlularda Yaqub Padşah qeyd edə bilərik, saxlayıbdır. Səfəvilərdə isə Şah 1-ci İsmayıl 2-ci Bəyazitlə, Osmanlı Sultanı 2-ci Bəyazitlə dostluq əlaqələri saxlamışdı, dostluq münasibətləri. Bunu götürə bilərik. Hətta Şah 1-ci Abbasın vaxtında Osmanlı Sultanı 2-ci Gənc Ömər, Gənc Osman daha doğrusu, 2-ci Osmanla da hakimiyyət, dostluq əlaqələri qurulmuşdu, müttəfiqlik əlaqələri. Deməli, 1-4 Təbriz şəhərində yeni dövlətin əsasının qoyulması. Baharlı, Qaraqoyunluların paytaxtı Təbriz, bəli, Bayandurlu, yəni Ağqoyunluların paytaxtı Təbriz olub. Səfəvilərdə də ilk paytaxt Təbriz şəhəri olmuşdu. 1-4-5 doğru cavab olacaq. Uyğunluğu müəyyən edin. Muğam qurultayı, Qızılqaya xəyanəti, Cavduşan döyüşü. Rus qoşunları Xəzər sahili vilayətləri tamamilə tərk etdi. Söhbət 1735-ci ildə Gəncə müqaviləsindən gedir. Gəncə, bizdə isə yoxdur bu Gəncə müqaviləsi burada. Əfşarlar dövlətinin əsası qoyuldu. Əfşarlar dövlətinin əsası Muğam qurultayında 1736-cı ildə qoyulmuşdu. Düşəcək B1-ə. Şirvan yarımüstəqil xanlıq elan olundu. Bu 1724 İstanbul müqaviləsidir. İstanbul müqaviləsi burada yoxdur. Qubalı Fətəli xanın qoşunları məğlubiyyətə uğradıldı. Bu Cavduşan döyüşüdür. 1774-cü ildə Əmir Həmzənin başçılığı ilə Şimali Qafqaz xalqlarının ittifaqına məğlub olur. Əmir Həmzə, daha doğrusu Qubalı Fətəli xan məğlub olur. Gürcü çarı tərəfindən Azərbaycan xanları əsir götürüldü. Qızılqaya xəyanəti 1752-ci ildə, bu da Y bura olacaq. 1-ə B, 2-ə Y, 3-ə D. Yəni 7 situasiya sualı gələcək. Bu situasiya sualını saxlayıb özünüz də oxuya bilərsiniz. Söhbət 100 illik müharibədən sonra baş vermiş İngiltərədə 30 il davam edən müharibə gedir və 7-ci Henrix daha sonra hakimiyyətə gəlmişdi, 7-ci Henrix. İndi bizdən soruşur, baxaq. Mənbədə bəhs olunan 7-ci Henrixin qələbəsi ilə başa çatmış müharibənin adını qeyd edin. Bu müharibə Al-Qızılgül müharibəsidir.
59. İki feodal qrupunun hakimiyyət uğrunda apardığı müharibə nəticəsində İngiltərədə hansı sülalə hakimiyyətə gəldi? Tudorlar sülaləsi. Tudorlar 1485-də gəlir hakimiyyətə, 1603-cü ilə qədər. Müharibədə 1455-85-də olmuşdur. 60. Mənbəyə və tarixi biliklərinizə əsasən 7-ci Henrikin kral hakimiyyətini gücləndirmək üçün həyata keçirdiyi tədbiri yazın. Və hansı tədbirlər olacaq? İri feodallara qarşı mübarizə aparır. Mərkəzi hakimiyyəti gücləndirməkdən ötürü bir deyə bilərik. İri feodallara qarşı mübarizə. O, iri feodalların hərbi dəstələrini ləğv edir. Feodalların hərbi dəstələrini ləğv edir və ara müharibələrinə son qoyur. Ara müharibələrinə son qoyur. Üçdə isə əlavə olaraq nə deyə bilərik? Zadəganların və orta təbəqənin ödəyəcəyi vergiləri azaldır. Onlar üzərinə nisbətən az vergilər qoymaqla əhalini öz tərəfindən, onların dəstəyini qazanır. Az vergilər tətbiq edir. Kimlər üzərinə? Zadəganlar və orta təbəqə. Bunları qeyd edə bilərik. Daha biraz mən qısa yazdım. Siz yazarkən geniş yazmalısınız. Sağ olun, dəyərli dostlar. Əgər siz üçün faydalı oldusa, bəyənməyi, paylaşmağı unutmayın. Sağ olun. Növbəti izahlarda görüşərik.